Fətəli Şah Qacarın dövlət qulluqçularını türk dilini öyrətməyə məcbur etdiyini bilirdiniz. Sonra da deyirlər ki, Qacarlar farspərəst idi və öz dillərinə hörmət eləmirdi. Bu məlumatı öz səhifəsində Azərbaycan Türkü paylaşmışdı və çox da dəyərli bir məlumatdır. Gəlin baxaq. Məhəmməd Şah Qacarın dövründə yazılmış 1844-cü il tarixli Düsturul Əqqab risaləsində türkçə bilməyən məmurun 40 gün ərzində onu öyrənməsə işdən çıxarılacağı deyilir. Cənnətməkan Xaqan hörmətli Seyid və nəcabətli Əmir Əşrəfxan Dəməvəndiyə buyurdu ki, 40 gün ərzində türk dilini öyrənsin. Əks təqdirdə aşağı vəzifəyə endiriləcək. Təsəvvür edirsiniz? Həmin müddət və möhlət bitdikdən sonra o Həmayunun, yəni xoşbəxt şahın ətəyini öpməyə getdi. 80 tüməni aldığı şalı belinə bağlamışdı. Şah türk dilində şalın qiymətini soruşdu. O, 80 tümən deyil, 2 qazaq tüməni aldım dedi. Şah onun dərrakəsini bəyəndi. Onun bu ədəbi hörmətinin və məqamın artmasına səbəb oldu. Beləliklə, bu bir çox bundan əvvəl paylaşdığımız yazıları bir daha təsdiq edir. Qacarlar heç də farspərəst və öz dillərini unutmuş bir xanədən deyildi.